Tutaq ki, gəliriniz var, 2 qat istəyirsiniz. 2 qat gəlirin nə demək olduğunu əgər heç vaxt olmayıbsa həyatınızda, tutaq ki, illərlə 1000, 2000, 3000, 5000 nə qədərsə qazanmısınız və onun 2 qatı olmayıb həyatınızda heç vaxt. Amma istəyirsiniz də, deyirsiniz, mən istəyirəm ki, mənim gəlirim 2 dəfə artsın ki, filan rəqəm olsun. O rəqəmlə hansı həyatı yaşayacaqsan, neyniyəcəksən, o rəqəmlə necə davranacaqsan, o rəqəm artıq həyatında indi bu dəqiqə olsa, necə qərar verəcəksən, necə düşünəcəksən, necə danışacaqsan, özünü necə aparacaqsan, insanlarla necə ünsiyyət quracaqsan, heç bunu düşünmüsən? Yox. Ona görə də o rəqəmin yoxdur. Çünki beyin tanımır. Tanımadığı bir şeyi də təhlükə kimi kodlayır, ona görə də vermir. Bax, indi neynəsəm haqsızlığı unudaram, neynəsəm filan şey olma. Oldu da bunu həll elədin, onun əvəzinə nə istəyirsən? Çünki indi haqsızlığı unutmaq, ora nədir? Mübarizədəsən də, davadasan orayla. Oranı düzəltsən və beyin də daim problem axtarışında fokuslanıbsa, o başqa problemi səvəcə edəcək, indi də bunu həll elə. İndi də bunu yox elə. Haqsızlıq yox oldu, ədalətsizliklə uğraş. O yox oldu, xəyanətlə uğraş. O yox oldu, pulsuzluqla uğraş. Daim səni problemdə saxlayacaq. Ona görə nə istəyirsən, İstədiyin şeylər də müsbətdədir. Nədənsə qurtulum yox. Nə olsun? Və o haqda düşünəndə ona bənzər düşüncələrin rezonansı var. Siz müsbət düşünəndə müsbət düşüncələr çoxalır, rezonansı var. Onun özünə bənzər düşüncələri gətirir. Negativ düşünəndə də ona bənzər gətirir. Ona görə nəyə fokuslandığınız çox önəmlidir. İndi dediyim şey çox vacib bir şeydir. Həyat dəyişən bir şeydir. 2 qat olsa kreditlərimi bağlayacağım. Bax, Nemət, kreditləri bağlamaq beyin nəyə fokuslanıb? Problemə. Pul sənin üçün xoşbəxtlik deyil, əyləncə deyil, rahatlıq deyil, keyf eləmə deyil. Pul sənin üçün problem həllidir. Dərddən qurtuluşdur, ağırlıqdan qurtuluşdur, yükdən qurtuluşdur. Kredit nədir? Ona görə də pul deyir ki, mən nə qədər sən mənə nə qədər problem çözməyə göndərəcəksən. Hə, bu krediti bağlayacaqsan, gəlib təzəsini açacaqsan. Onu qutaracaqsan, geciksən başqa problemi həll eləyəcəksən. Nə qədər mən sənin üçün problem həll eləyəcəm? Nə vaxt əylənəcəksən, nə vaxt keyf eləyəcəksən, nə vaxt rahat olacaqsan, nə vaxt zövq alacaqsan. Niyə görürsünüz? Yenə də negativdəsiz, yenə də problem həllindəsiz, yenə beyin kreditlərin içindədir. Daha çox qazanım, gedim filan şeyə, enerjinizi artıracaq şeylərə fokuslanın. Bunu bilərək eləyin. Çünki əgər siz onun məsuliyyətini üzərinizə götürməsəz, yəni fokusunuzun, diqqətinizin harda olduğunu öz məsuliyyətinizə götürməsəz, beyin daim sizi dünən necə düşünürdüsə, bugün də orada saxlayacaq. Dişimi düzəldəcəm, yenə diş düzəldirik, yenə kredit ödəyirik. Nə fərqi oldu? Problem həll eləyirsən. Yəni sizin beyniniz problemə odaqlıdır. Pul problem üçün lazımdır. Pul rahatlıq deyil, əyləncə deyil, xoşbəxtlik deyil. Ona görə də vermir. Eşidin də məni, bir dənə qəlbinizlə eşidin məni. Bildiklərinizi kənara qoyun, analizsiz eşidin məni. Nə düşünək bəs? Nə istədiyinizi düşünün. Necə olsun istəyirsiniz? Və istədiyiniz şeydə problem çözümü olmasın da, həqiqətən də nə olsun istəyirsiniz? Gəzməyə getmək üçün lazımdır. Hara gedəcəksiniz, harda gəzəcəksiniz? Baxın, beyin konkretliyi sevir. Gəzmək istəyirəm. Gəzmək hara deyirsən? Həyətə düşmək də gəzməkdir, parka getmək də gəzməkdir, Maldivə getmək də gəzməkdir. Sən hara gedirsən, necə gedirsən, necə bir gəzməkdir? Dəniz qırağına mı getmək istəyirsən, dağa mı çıxmaq istəyirsən? Hardadır sənin o gəzməyin? Beyin detal istəyir, konkret. Bu nöqtə vergülünə kimi istəyir ki, sən nə istəyirsən və ən önəmli, sən əslində oranı niyə istəyirsən? Bax, Bodruma yazıb. Niyə Bodrum? Sən orada bir şeyi hiss eləmək istəyirsən. Nəyi hiss eləmək istəyirsən? Bax, o hiss səni Bodruma aparacaq. Əgər ancaq Bodruma fokuslansan, nə hissinə fokuslanmasan, indiki içindəki hisslə gedəcəksən ora. Narahatçılığın varsa, çətinliyin varsa, o hisslə də ora gedəcəksən. Sənə lazımdır orada nə hiss eləyəcəyini biləsən. Görürsən gözündə, sonra hissi verirsən. Mən bunu hiss eləmək istəyirəm. O ikisi birləşməlidir. Oğlum yaxşı biri ilə ailə qurmağını istəyirəm. Yazıq oldu sizin oğlunuz. Həqiqətən çox yazıq oldu sizin oğlunuz.
O deməkdir ki, mən oğluma inanmıram, güvənmirəm, oğlum heç vaxt düzgün seçim eləmir, oğlum bacarıqsızdır, mənim də öz həyatım yoxdur, mənim işim gücüm özüm deyiləm, yoldaşım deyil, işim gücüm marağım deyil, yapışmışam oğuldan yekə böyük uşaqdır, mənə görə o fərsizdir, gücsüzdür, zəifdir, qorxuram, narahatam ki, birdən pisi ilə ailə qurar, mən pis anı olaram. Başa düşürsünüz, nə haldasınız indi? Uşağınızdakı nə ötürürsünüz uşağınıza? Bu Azərbaycanın mentaliteti var ya, oğlum, uşağım. Özünüzlə məşğul olanda uşaqlarınız nə istədiyini biləcək. Nə edin bəs? Rahat buraxın oğlunuzu. Özünü ona seçim verdi, böyütdünüz, vəzifənizi gördünüzsə buraxın uşağınızı. Keçin özünüzlə məşğul olmağa. Özünüzə inanıb güvənəndə ona inanıb güvənəcəksiniz. Niyə ona inanıb güvənmirsiniz? Çünki özünüz də yaxşı ailə qurmamısınız. Qorxursunuz ki, gedib uşağım da mənim kimi qurar. Mən bu ay pozitiv başlayıb negativləşdim. Qorxdum, hamiləliyim tutmadı. Baxın ki, uşağın dünyaya gəlməsi ilə bağlı sizdə hansı qorxu qalxdı? Onun orada həqiqəti görün. Baxın, qorxunuz varsa o deməkdir ki, yalan bir şeyi doğru bilirsiniz. Məsələn, deyirsiniz ki, uşağım gələcək dünyaya, birdən mən ona nə bilim nəyi verə bilmərəm, birdən nə bilim nə olar. Çünki orada bir qorxu var. O qorxu da yalan bir şeydir. Qorxuların kökü yalandır. Yəni yalan bir şeyə inandığınız üçün qorxursunuz. Həqiqətdə heç vaxt qorxmursunuz. Siz doğru bir şeyə inananda, ilahi sistemdəki bir doğruluğa inananda içinizdə qorxu olmur, sevgi olur. Ruhunuz, qəlbiniz bir huzurda olur. Əgər huzurda yoxdursa, deməli yalan bir şeyə inanırsınız. Onun ilahi sistemdə həqiqəti yoxdur. Ertələməyə necə aşmaq olar? Qorxunuza baxın da, elə belə ertələmirsiniz. Ertələmə nə deməkdir? Bildiyimi eləsəm, nəsə pis bir şey olacaq, səhv eləyəcəm ya da ki, ağrınız var orada, nəsə bir şey. O da keçmişdə yaşamısınız onunla bağlı. Hardan bilirsiniz ki, nəsə yaxşı olmayacaq? Hardan bilirsiniz? Yaşamısınız da onu. Ya da kimdəsə görmüsünüz. Baxın ki, mən nəyə inanıram ki, mən durub hərəkətə keçməyəm, nə olacağını düşünürəm. Ən yaralı yerimə toxundunuz. Onun üzərində işləməlisiniz də. Orada şuur altında o gündə xarici qrupla işləyirdim. Orada da bir qız var idi. Eyni ilə sizin probleminiz var idi ki, deyir ki, uşağımı dünyaya gətirməkdən qorxuram. Soruşuruq ki, niyə də? Şuur altına baxırıq ki, niyə? Və çıxır ki, baxa bilməyəcəm uşağıma. Məsuliyyətini tam %100 götürə bilməyəcəm. Qorxular var idi. Onun üstündə işlədik. Ona görə indi sizi çox yaxşı başa düşürəm. Bir insana inanıb güvən qırıqlığı yaşamışıqsa nə bilərik? Siz insana inanmısınız da, problem odur. Siz Allaha inanmamısınız, insana inanmısınız. İnsan dəyişkəndir. Allaha inanmadan insana inanmaq mümkün deyil. Çünki inananda bir beklentiyə girirsiniz. Bir şey gözləyirsiniz qarşı tərəfdə və siz deyirsiniz ki, o mənim dediyim kimi olmalıdır. Mənim dediyim kimi davranmalıdır. Mənim dediyim kimi eləməlidir. Bir insanda sizin qulunuz, köləniz deyir ki, iminlə sizin istəyinizə cavab versin. Siz azad seçim imkanı vermirsiniz qarşı tərəfə. Ona görə də xəyal qırıqlığı yaşayırsınız. Siz güvənə bilərsiniz Allaha, istədiyinizi Allahdan istəməlisiniz. Güvən ora olanda insanlardan incimirsiniz, insanlardan bir şey tələb eləmirsiniz. Bir şey gözləntiyə girib sonra xəyal qırıqlığı. Niyə gözlənti? Ehtiyacdasınız. Bir şeye ehtiyacınız var idi. Gəlib onu gözləmisiniz ki, bu mənim ehtiyacımı ödəyər, məni dəyərli bilər, mənə hörmət eləyər, mənə pul verər, nə bilim, mənə qayğı göstərər, problemimi həll eləyər, ya sədaqətli olar. O insan da getdi öz bildiyi kimi, keyfi necə istədi eləsin. Mən xəyal qırıqlığı. Məsələ orada sizin yanaşmanızdadır. İş üçün çox yerə getdim, kursa ödənişsiz dəvət də aldım, nəsə maneə çıxır, aşağı bilmirəm. Siz baxın ki, düşünün ki, artıq işiniz var. İçinizdə nə hiss edirsiniz, bədən necə bir şey eləyir. İşə getməklə bağlı bir inancınız var ki, o inanc da sizi dayandırır. İşə getsəm, nə olacağından sisteminiz qorxur. Harda təhlükə kodu aktivləşir. Bir şey alınmırsa, içinizdə onun alınmağı ilə bağlı ağrı yarana bilər ehtimalı var. Ona görə qoymur alınmağa. Beyninizlə gedirsiniz, işə də müraciət edirsiniz, hər yerə də gedirsiniz, hərəkət də edirsiniz. Amma içinizdə əgər bu işi getsə, məni işə götürsələr, sonra orada bir şey olar. Hardan bilirsiniz? Ya yaşamısınız onu. İşləyəndə hansı problemlə qarşılaşmısınız?
Baxın ki, orada mən nəyin təkrarlanacağından qorxuram və əslində o hadisə sizə verilmişdi ki, siz bir şeyi çözəsiz orada, bir şeyi həll eləyəsiz. Siz onu həll eləməmisiniz. İndi də özünüzü dayandırırsınız. Sizə lazımdır ki, baxın, sizin həyatınızdakı hər bir problem adlandırdığınız şey sizi böyütmək üçün gəlib, sizə xidmət edir. Ki siz içinizdə bir şeyləri dəyişəsiniz ki, irəliləyə biləsiniz. Amma siz bir şey yaşayırsınız, onu dəyişmədən, onu ignore eləyirsiniz, sonra başlayırsınız başqa şeyləri arzulamağa və onu həll eləmədən, onun öhdəsindən gəlmədən və yeni etapa keçmirsiniz, bir sinifdə qalırsınız. Siz o imtahanı verməlisiniz. O imtahan da pis imtahan deyil, prosta bir şey öyrənməlisiniz. Orada bir şeyin fərqinə varmalısınız, bir yalandan çıxmalısınız. İlahi sistemdəki bir həqiqəti qəbul eləməlisiniz. Utancaqlığı, özgüvənsizliyi necəyini xahiş edirəm cavab verin. Utancaqlıq, özgüvənsizlik odur ki, mən özümü olduğum kimi qəbul eləmirəm, olduğum kimi yetərli deyiləm. Və güvən də, özümə güvənmək nə deməkdir? Yaradanıma güvənməkdir. Yaradana güvən yoxdursa, bu dünyada heç kimə güvən yoxdur. Eşidin məni. Allaha güvənmirsinizsə, heç kimə güvənə bilməzsiniz. Güvən ancaq və ancaq Allahadır. Siz ancaq Allaha güvənəndə özünüzə güvənirsiniz, dünyaya güvənirsiniz, insanlara güvənirsiniz. Yaradana güvən yoxdursa, heç kimə güvən yoxdur. Yaradana da niyə güvənmirsiniz? Çünki yaradanı günahlandırırsınız. Ay, mənim anamın başına filan şey gəldi, Allah hara baxırdı, filan uşağı öldürdülər, Allah hala baxırdı, filan şey belə oldu, Allah hala, Allah günahkardır, əzazildir, bizi incidir. Güvənə bilməzsiniz. Ya da qorxuram Allahdan, güvənə bilməzsiniz. Allahla bağlı qorxularınızdan, yanlış düşüncələrdən qurtulmaq lazımdır. Çünki onların hamısı yanlışdır.